Deyirlər dövlət səviyyəsindədir. Mehriban xanımın adını tuturlar. Mehriban xanım öz balaları kimi baxırlar bu saat Azərbaycan uşaqlarına, Azərbaycan evlatlarına. Dövlət rəhbərlərinə bunlar böhtan atırlar. Özləri alıb torpaqları bostana istifadə edirlər. Dövlət rəhbəri aqroparka yonca ilə bostanı salmayıbdır, taxılçılığı istifadə edir. Taxıl sabah bu insanlar da taxıl əkə bilirlər. Biz də əkək. Əgər o torpağın kateqoriyası dəyişilibsə, qoy bizə verir, biz taxıl əkək, biz pambıq əkək. Bizə xəbərdarlıq olmadan yüzlərlə insanların əlindən torpaq alınıb bir nəfərə vermək olan şey deyil. O həmən insandır, o vətəndaşdır ki, Bakı şəhərinin ortasında oturubdur. Onun böyük mağazaları var, restoranları var. O oradan dolana bilir. Amma mən işsiz qalanda mən nə ilə dolanmalıyam? Hörmətli prezident. Bəli, sizdən yenə də dönə-dönə xahiş edirəm, öz adımdan. Bizim bütün ləzgilərin adından xahiş edirəm, etnik qrupların adından xahiş edirəm. Sırf burada beləncik bir mübahisə yazardılar. Bizə dəfələrlə bizim qulağımıza gəlib çatıbdır ki, siz çıxın, gedin. O nə deməkdir? Ölkəni qaçışdırmaq deməkdir. Hörmətli prezident, Hacı Dəyanətin bir dənə 200 hektarı, bir dənə də ferması var. O Hacı Dəyanətə bəs eləmir, göl bunun pulu nə qədər çoxsa, pul basıb bizim yerimizdə. Bu qədər ailənin, bu qədər mənə evimdən çıxardı. Bizi buradan ləğv eləmək istəyir. Bu adamlar ara qarışdırmaq istəyir. Ləzgilər deyir, buradan çıxıb getsin. Burada yeri yoxdur. Bəzi məmurlara, biz neçə dəfə icrada olmuşuq, icra başçısı bizi qabul eləmir. Millət söhbət edirlər.